Hamıya salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bu videomda ekranda baxdığınız Sima imza mobil tətbiqində qeydiyyat prosesini addım-addım göstərəcəyim. Bunun üçün Sima imza mobil tətbiqinə daxil oluruq. Sağ tərəfdə yuxarıda kürə şəklində toxunub dili dəyişirik, yəni Azərbaycan dilinə keçiririk. Aşağıda sol tərəfdə baxırsınız. Şərtlər və qaydalar. Oxudum, qəbul edirəm. Onun solundakı xananı klikləyirik. Qeydiyyat yazılan yerə toxunuruq. Məlumatları daxil edin deyir. Deməli, burada doğum tarixi məlumatları və fin kodla da daxil ola bilər, yəni əlavə edib davam edə bilərik. Və doğum tarixi olan yerə toxunuruq. Vəsiqə məlumatlarından da əlavə edib, yəni vəsiqə məlumatlarını, şəxsiyyət vəsiqəsi məlumatlarını əlavə edib davam edə bilərik. Mən doğum tarixi məlumatlarını və fin kodu daxil edib, əlavə edib davam edəcəm. Bu hissəyə doğum tariximi qeyd edirəm. Aşağıda fin yazılan yerə şəxsiyyət vəsiqəsinin fin kodunu əlavə edirəm. Bu bölməni doldurandan sonra davam edin yazısına toxunuram. Deməli, biometrik test başlayır. Burada təlimatları göstərir ki, yəni telefonu necə tutmaq lazımdır ki, qeydiyyatdan düzgün keçəsiniz. Telefonu düz tutun. Davam edin yazısına toxunuruq. İşıqlandırmanın hansı istiqamətdən düşsə, deməli, biometrik testdən düzgün formada keçəcəksiniz, onu göstərir. Davam edin yazısına toxunuruq. Eynəyi çıxarın. Eynəyi çıxardırıq. Burada Sima imzaya izin veririk. Tətbiqin şəkil çəkməyinə. Biometrik yoxlama başlayır. Kameraya qoşulur. Deməli, burada biometrik testi hazırlaşın. Çərçivəyə simamızı düzgün formada yerləşdiririk və aşağıdan başla düyməsini sıxırıq. Və təlimatlara uyğun hərəkət edirik. Uzaqlaşdırıq. Uzaqlaşdırın. Tərpənməyin. Yaxınlaşdırırıq. Tərpənməyin. Məlumatların yüklənməsi. Bu qədər. Uğurlu. Burada pin kod təyin edirik. Qeyd edim ki, bu pin kodu yadda saxlayırsınız. Yəni, deməli, sayta daxil olanda, müqavilə imzalayanda bu pin kodu mütləq daxil etmək lazımdır. Onun üçün pin kodu, yəni, yadda saxlamaq lazımdır. Pin kodu təkrar daxil edirik. Barmaq izi varsa barmaq izini aktivləşdiririk. Xoş gəlmisiniz. Budur. Sima imzadan artıq qeydiyyatdan keçdik. Yəni, bu qədər sadə. Deməli, Sima imza mobil tətbiqində qeydiyyatdan necə kesilir? O videonu Allahın köməyi ilə tam olaraq izah elədim. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.